Hə, köhnələr. Deyirəm həmişə kimisər. Açmışam telefonu. Baxıram, görürəm ki, cəmaət nə yazır. Yəni dünyada nə baş verib, nə xəbərlər var. Görürəm orada yazılıb ki, Bakı Slavyan Universitetinin rektoru Nurlanə Əliyeva rəhmətə gedib. Girdim kommentari bölməsinə, dəhşətə gəldim. Yəni söyüşün biri bir köpükdə, başa düşdünüz. Bilirsiniz, mən o insanı tanımamışam, yəni sağlığında. Heç bir şey deyə bilmərəm. Yəni nəsə bir əyrəksik hərəkətini də əlindən tutmamışam. Amma bir məsələ var da, bir o insanın simasına baxanda artıq hər şey aydın olur da. İnsanın siması birbaşa olaraq onun qəlbinin əks sədasıdır. Başa düşürsünüz? Yəni bir dənə belə bir söz var, deyirlər kiminsə barəsində danışanda, deyirlər ki, adam bu insanın üzü nur saçır. Ya da deyirlər ki, filankesin üzündən zəhirmar tökülür. Yəni həqiqətən insanın üzündə nə yazılıb, o da onun elə içidir, reallığıdır. Başa düşdünüz? Bayırda nödür, içində də odur. Neysə, biraz araşdırdım, görürsən bu cür söyüş yağmasının, söyüş yağışının, hətta söyüş dolusunun mən deyərdim. Yəni dolular var, belə qəmbər dolular da, buzlar gəlir də. Bir səbəbi nədir? Sən demə deyir, bu üstü olmaz da, o da olmayan yerdə. 2021-ci ildə Bakı şəhər prokurorluğunun baş idarəsi, korrupsiyaya qarşı idarəsinin əməliyyatçıları tərəfindən sən demə əməliyyat olub. Əməlli başlı giriblər Bakı Slavyan Universitetinə. Orada əyani şöbənin bir müdürü var idi, Dürdanə Əliyeva. Həmən o Dürdanə Əliyevanı həbs ediblər. İttiham da budur ki, küllü miqdarda tələbələrdən pulunu mənimsələmə. Bir skem qurublar, sən demə bunlar. Güya təhsil haqqı ödəniş adı ilə ümumi 120 nəfər zərər çəkmiş var idi. Bunlardan 226 min manat pul mənimsəliyiblər. Dürdanə xanım Əliyeva da məhkəməyə gəlib çatanda qeyd edib ki, bilirsiniz nə var? Mən özüm öz başına heç nə eləməmişəm. Mənə bax, bu xanım rektor, yəni istiqamətləndirib həmən o Nurlanə Əliyeva. Nə o deyib, mən də onu eləmişəm. Baxmayaraq ki, dəfələrlə Nurlanə xanım Əliyevanı məhkəməyə dəvət eləsələr də, əvvəlcə şagird qismində, xanım heç cür məhkəməyə gəlmək istəmirdi. Hətta bir ara xəbər yayıldı ki, ölkəni tərk də elədi. Neysə, uzun qırğından sonra nəhayət ki, bu xanım gəldi məhkəməyə və məhkəmədə heç bir ittihamları qəbul etmədi. Yəni, nə buna ittihamlandırdılar, dedi, mənlik bir şey yoxdur və nəticədə həmən o Dürdanə Əliyeva, yəni, məhkum olundu, ona, belə deyək də, cəza verdilər. Daha bilmirəm neçə il. Yəni, olanı budur. Bilirsiniz, mən sizə bir söz deyim də, yəni, belə bir şeylərlə biz rast gələndə biz artıq bilirik də orada nə baş verib. Elə bir hallar var ki, haçan ki, qanun artıq heç nə eləyə bilmir. 100% bilirik ki, bunun təqsiri var. Amma ki, biz o köhnə adət, ənənə əsasında neyinirik? Yəni, tutaq ki, 2 nəfər oturub pul yiyiblər, neyi var dağıdıblar. Biri gedirsə, obursunu yəni çarpmaq şərti ilə, obursu yiyib də bir yerdə yiyib də. Obursuna pul təklif eləyir ki, sən orada yaz, hər şeyi götür öz boynuna. Başa düşdün? Qeydiyyatda onsuz da gedirsən, daha mənə özünü aparma. Halbuki çox hallarda buna razılıq da verilir. Yəni, hipotetik olaraq bəlkə də burada hələ belə bir şey baş verir. Neysə, ən dəhşəti əlbəttə odur ki, bu adam ölüb gedib, amma ki, dalıcan bu adamın heç bir dənə də rəhmət yazanı, Allah rəhmət eləsin deyəni yoxdur. Qəlbdən qəlbə bu qədər. Günümüz uğurlu olsun.